Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Gələn qonaqlarımızı salamlayıram. Axşamınız xeyir olsun. Gələn qədəmlərimizi əzizləyirik. İnşallah Əhl-i Beytdən bu müjdümüzü, bu çəkdiyimiz zəhmətlərin qədəm götürdüyümüz, gəldiyimiz bu məclisin inşallah eydiyanəsini, bayramlığını Əhl-i Beyt əleyhissalamdan inşallah alarsınız. Mən çox sizi görməyəcəyəm, qonağımız da vardı. Təbrikimi əvvəlcə zamanənin imamı olan İmam-ı Zaman əleyhissalama ərz edirəm. Ondan sonra Uləma-i İslam və növbədə də siz əziz möminlərə təbrik deyirəm. Allah Teala bu Əhl-i Beyt əleyhissalamın bu nurani təvəllüdlərini, şəhadətlərini ki, yad eləyirsiniz, diri saxlayırsınız. Allah-u Teala buyurur, fəzəkkir bi əyyamillahı, məxsusən Allahın günü vardı ki, onları neyniyəsən gərəkdir? Dirildəsən, diri saxlayasan Allahın şüarlarındandır ki, onlardan da birisi həmən bu gündür ki, biz bu günü siz əzizlərimizlə cəm olmuşuq, imkanımız çatdığı qədərdə, əxlaqımızın, təqvalığımızın, çərçivəmizin tutamı qədərində öz növbəmizdə Əhl-i Beyt əleyhissalamın bu xoş günündə onu həyata keçirməkdir ki, məclis sahibi onlar özləridirlər, inayət eləyirlər. Biz bir-iki dənə yerə gedirik, oradan buradan qonaq dəvət eləyirik, bir-iki dənə kitabdan, səhifədən oxuyuruq ki, səhər gələn əzizlərimizin xidmətinə ərz eləyək. Bu bir məsələ, bir şey də mən əziz müsəlmanların nurani məhsərinə çatdırmaq istəyirəm ki, məsəl üçün, bizim məclislər ümumən, mən çox vaxtı üst-üstə düşmür. Məsəl üçün, İmam Zaman ağanın mövludi, mübarək təvəllüdü Şaban ayının 15-indədir. Biz eləyirik onu ya 16-sı ya 17-si və yaxud da Həzrət Zeynəb salamullahi əleyhanın şəhadətinin il dönümünü, məsəl üçün, Rəcəb ayının 15-idirsə, biz eləyirik onu 17-si ya 18-i. Bir də görürsən ki, bilmirəm bu nədən irəliyə gəlir. Bizim amalımız, bizim məqsədimiz odur ki, Əhl-i Beyt əleyhissalam təbliğ olunsun. Biz istəyirik ki, Əhl-i Beyt əleyhissalamın nuru hər gün məscidlərdən, evlərdən, eşiklərdən gəlsin. Biz məxsusi bir gün, bu düzdür, təqvimdə bunlar vardı. Amma görürsən ki, İrad kimi bunu bizə bildirirlər ki, niyə görə siz 2-3 gün üstündən keçəndən sonra məsəl üçün bayram ediyorsunuz və yaxud da şəhadəti keçirirsiniz. Mənim ağlım, öz ağlımın kəsəri budur, tutarı bundan ibarətdir ki, biz istəyirik ki, hər gün Əhl-i Beyt əleyhissalamın adı çəkilən bir məclis olsun. Eşitmişsiniz bunu çox, Əyyam-ı Fatimiyyəni niyə görə 2 dəfə eləyirlər? Ulamadan birisi deyir, tədqiq eləyirdim ki, bir nəfərin bir dənə təvəllüdü yolar, bir də ki, dünyadan gedən günü yolardı. Başdaşlarımızda da helənçinə yazılırdı da, düzdür? Ki, mən dedim ki, götürüm tarixi tədqiq eləyim, Həzrəti Zəhra salamullahi əleyhanın şəhadətinə bir gün yazaq. Ne bilim, 40 gündə eləyən var, 75 gün eləyən də var, 95 gün eləyən də var, 100 gündə eləyən var və s. Mən də tədqiq eləyirdim, bir yuxu yapardı mənə öz kitabxanamda. Həzrət yuxuma gəldi, mənə buyurdu ki, niyə narahat olursan, mənim adım 2 dəfə çəkilir, mənim adıma 2 dəfə məclis qurulur. Ki, daha da biz hər gün çalışaq, nəinki Məhərrəm və yaxud da ki, mübarək Ramazan ayında məscidə gələnlərdən olaq, məscid yadımıza düşsün. Məscidlə insanın ünsiyyəti hər gün olmalıdır. Ki, bir neçə dənə qiyamətin günündə şikayət edən yerlərdən birisi də məscidlər olacaqdır ki, məni qonşularından, məxsusən də ki, qonşular da elə bir qonşular olur ki, bu bütün məscidlərdə mən bunu müşahidə eləmişəm.
Harda mərdimazar adam var, gəlir məscidin qonşuluğunda qalır. Harda nə bilim geridə qalmış deyim, nə bilim ondan sonra istəmirəm bayram günündə acı-acı danışım və harda dala qalan vardısa, nə bilim kimdən acığı olan varsa gəlir məscidin yanında. Elə bir ki, bunca dəvətnamə yollamışlar ki, sən Allah gəl məscidin qonşuluğunda yaşayın. Peyğəmbər İslam buyurur ki, insan məscidin qonşuluğu bilirsiniz hansı kimlər sayılır? 40 ev o yana. Məsciddən sayırsan 1, 2, 3, 4, 40-cı evəcə məscidin qonşusu sayılır. Biri görürsən ki, yadıma gəlir ki, azanın xəttini kesir, şunurunu kesir. Biri nə bilim gəlir rubinlikdən işığı söndürür. Bunlar olsa da bunun mükafatını alacaqlar. Fəmən yə'məl misqalə zərrətin xeyrən yərə, fəmən yə'məl misqalə zərrətin şərrən yərə. Özü ahiretin üçün olsa da sən qazandığı qazanırsan. Dünya nədir? İnsanın ahirət üçün səmərə yığdığı bir yerdir. İnsanın əkilməmiş bir tarlasıdır ki, ona nə səpsən onu yığacaqsan. Mərdimazarsansa qabaqla da inkir-minkir gəlib səni qorxuzacaq. O ki deyir ya, gəlirlər qəbirdə sual edirlər. Həmin olar. Biri nəkirlə münkərdir, biz indi çətdiliylə deyirik də, inkir-minkir. Nəkirlə münkər deyəndə biraz deyirlər, bu hardan çıxdı, köhnə kəndə tezə dəb getirirsən. İnkir-minkir, öz dilimiz. Bəli, çalışaq nəinki buraya, hardasa məscidlər vardırsa, Allah rəhmət eləsin, padişahının ruhuna bir salavat zikr edeyim. Allahümme salli ala Muhammed. Yadıma düşdü, mən o cürlə ruhanı çox az görmüşəm. Demək olar ki, onun dediyi məsələn məsləhətləri kimisini görməmişəm. Ki, rəhmətli buyururdu ki, bizim özümüzə deyirdi, namazlara, cümələrə hara gedirsən? Deyirəm ki, məsələn, gəlirdim bu məscidə gəlirəm də. Dedi, nə var burada? Acamahat görmürsən burada. Bir-birinin üstündədir, yer yoxdur. Ərkün çatan uşaqlardan, dostlardan, tut əlindən o məscidlər ki, boşdur, gedin o məscidlərə. Amma bəhbəhlə, cəhcəhlə danışanlar nə deyir? Deyir, get görgünən orada 2-3 dənə də olsa yığ getir bura. Ki, hər neynəsə yenə də deyirəm, bu camiyədə hər nə iş görsək, pisi də bizimdir, yaxçısı da bizimdir. İndi inşallah Allahdan istəyək ki, Allah Teala bizləri yaxçılardan qərar versin. O mənfi xüsusiyyətlərin bu əzəmətli günlərin ehtiramına xatir bizdən uzaq eləsin. Peyğəmbərin gözü aydın olsun. Əmir-əl-Möminin əleyhəssalamın gözü aydın olsun bu mübarək bayram münasibəti ilə. İmam-ı-Zaman əleyhəssalamın gözləri aydın olsun və qəmli qəlbi bu günlərdə baxsın bizim məclisimizə, azacıq da olsa bizim elədiyimiz bu iş, elədiyimiz bu tədbirə ki, sizlər gəlmisiniz, nurani eləmisiniz bu məclisi. İnşallah sizlər ağanı sevindirənlərdən olasınız.